Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Ləzzət Ovçu yenə də bölgələrimizi qarıc-qarıc gəzir. Səfərimiz Şəkiyədir. Allah Teala tutduğunuz orucu, etdiyiniz ibadətləri, duaları qəbul etsin inşallah. Ramazan ayında, mübarək Ramazan ayında artıq axşam düşür. Yuxarı tərəfdə Qəbələdir. Hava biraz dumanlıdır, tam göstərə bilmirik. Çiş kəndinə, iftar süfrəsinə dəvət ediblər. Qoşqar dəvət edib. Biz də onu qırmadıq. Bu mübarək gündə həm ləzzətləri uğrayırıq, bazarla tanış oluruq. Gəzməli, görməli yerlərlə tanış oluruq. Şəkiyə geri, əlbəttə marketə girdi, süd məhsulları vitrini və ya başqa məhsullar haqqında da elə marketdə baxıb, sonra yoluma davam edəcəm. Bu kəsmi var, bunun qapağını verə bilərsən üstünə baxın. Təşəkkür edirəm. Günlərdir mənim hər zaman dediyim bir mövzu var. Bu mövzu ki, məhsulun üzərində etiketi olmalıdır və etiketdə isə qidanın tərkib hissələri yazılmalıdır. Bazarda olan bəzi məhsullar ki var, bu məhsulların tərkib hissələri orada qeyd olunmur. Mənim də əsas davam budur ki, hər bir məhsulun tərkib hissələri haqqında məlumat olmalıdır. Və buna görə də bunun üzərini oxuyuram, kəsmişdir, istər qaymaq olanda. Deyirlər ki, burada bəs qiyməti ucuzdur və siz bunu niyə demirsiniz? Amma unutmamaq lazımdır. Bunun tərkib hissəsində nə yazıb? Pastörizə olunmuş süd, inək südü, süd yağı əvəz edicisi yazılıb və bitki yağı. Bu bitki əlbəttə ki, palmal yağı da ola bilər və maye, qoruyucu və yağlığı 18% təşkil edir. Mənə çox sual olunur, bəs marketdə olan qaymaqlar 6 manat 80 qəpik və ya 7 manat olduğu halda onun tərkibi, bəs onu niyə yoxlamırsınız? Amma onun tərkibində üstündə yazıbdır ki, tərkibində nə var? Alıb, almamaq qərarı isə yalnız o sizin öz fikriniz olur. Amma bazarda isə müşahidə etdiyim həmin məhsulun yalandan insanları aldadaraq ki, təbii qaymaqdır, təbii yağdır, mən bu fikirlə razı deyiləm. Müştəri öz seçim qərarını özü verməlidir. Təmiz alsın, bioloji olaraq, yoxsa tərkib hissəsində başqa katkı və ya yağ olan məhsullardan alsın. Uzun yolçuluqdan sonra Şəkinin Çiş kəndinə gəldik və iftar süfrəsində gözləyirlər. Biraz uzun oldu. Xeyirlisindən olsun inşallah. Biz gözəl kəndə, bu gözəl Şəkinin Çiş kəndinə gəlib çatdıq. Bu gözəl qardaşımız bizi gözləyir. Elə birbaşa həyata girək. Biraz geniş gəldik deyəsən. Heç nə. İftara gedişməmişik. Yox, hər şey qaydasında. Ha, Siz gözləyirik inşallah. Gözəl anamız, bal anamız. Salam aleyküm, necəsən? Sabah gəldik. Necəsiz? Nə var, nə yox? Keyfiniz necə? Maşallah, maşallah. Salam, xoş gördük. Necəs bacı? Sağ ol. Çox gözlətdi sizi. Yox, hər şey yaxşıdır. Keçin, buyurun Ha, inşallah. buyur. Həmişə siz gələsiniz. Mətbəxə girdim, bilirsiniz, mən mətbəxi çox sevirəm. Çünki görək nələr hazırlanır. Allah həmd olsun, biz hər halımıza şükür edirik. Ana, nə hazırlamısan, deyə görək. Mən hazırlamışam lobyalı plov.
Bir də cüyə şorbası deyirik biz buna. Cüyə suyu deyirik, cüyə şorbası. Cüyə dediyimiz cücədən söhbət. Cücədən, gedir. bəli, Ha, cücədən söhbət Aha. gedir. Mən öz əcəmizlə danışıram, üzrlü hesab edirəm. Ha, xoşdur, xoşdur. Hə, cücə suyudur, cücə şorbası. Onu necə hazırlayırıq? Onu hazırlayırıq, cücəni yuyuruq, asırıq, pişir. Sonra qızardırıq, suyuna atırıq. Yumurtanı da bişiririk qayğanaq. Ən sondur. Hə, son İndi bölüm. yumurta eləyirsiniz. Hə, indi yumurta. Yumurtanı bax belə qarışdırdı, duz vurdun ona. Hə, vurmuşuq. Ha. Vurduq, tuz vurduq. Nəhlə yağını süzürük tavaya. Ha, bastı, bardı partladırsan. Aha, sonra Sonra- qoy mən eləyim, ver görüm, ver dincəl. As özün eləyirsən, sonra cəmaət deyər ki, bir dənə yumurtanı yağa salam. Hə, düzdür. Maşallah, maşallah. Bismillah. Bismillah. Bismillahirrahmanirrahim. Tərkibi nədir? Lobya plov. Necə Lobya bişir? plovun tərkibi düyüdür, lobyadır, bir də qoz. De görüm, gəlinlərdən sənin kimin bişirəni var? Düzdür amma. Hamısı bişirir. Üçü də Sənin bişirir. kimin necə? Məndən də qəşəng. Mən necə onlar kimi bişirəm. Hayır, Hə, maşallah. Üçü də gözəl bişirir. Maşallah, Üçü də maşallah. gözəl bişirir. Afaqda, Şahanədə, Firuzədə çox gözəl bişirirlər. Heç mən onlar kimi bişirə bilmirəm. Yox, Qəşəng yox, bişirir. qəşəng bişirsən. İndi elə deyirsən ki, könüllər xoş olsun. Biz bu yollar geyib gəlmişik. Sonra deyəcəklər, ay ana orada niyə elə dedin? Yox, mən düzünü deyirəm. Hayır. Olanı deyirəm. Qoş-qoş sənə çox oxşuyur, yoxsa atasına? Ən çox mən oxşayan Coşqundur. Mən gördüyüm, yoxsa Göy oğlum. Öyle. Sən gördüyün göy gözü idi. göy gözü. O daşqın. Ha, sonra bunu çevir, eləmi? Çevik. Bismillah. Vay da dağıttım ya, dağıttım, Şir dağıttım. yok, şir yok. Ha, Bir salam, şişme. salam, salam. Gör nə qəşəng papaqladı. Buna da batırdıq tez. Canın sağ. Plovu açaq yoxsa? Aç. İndi gəl beləyək də yeməyimizi başlayaq. Bu bişdi. Elə Hə, mi? hə, Sonra bu nə edir? hazırdır. İndi çəkirik boş qapılara. Bunu hara doğru töyməli? Hə, doğrayıb toymalı yox. Eləyək ya biz eləyək, qonşular gəl beləyik. Biz eləyirik. Hadi gəlin, gəlin. Dərhal atdın, gözləmədin. Dərhal Bax, belə atdım. atdın qazanın üstünə. Bu qazanın için göstərmədi ki, nə var idi. Cücədir də. Cücəni qaynadırsan, nə var başqa içində? Heç nə. Heç nə yox. Duz da yoxdur. Duz da var. Al buxara da var. Var da, nədir? Aha. Zəfəran da var, şafran da var. Şəfran, zəfəran, duz, albuxara və yumurta qayğanaq elədi. Üzərinə əlavə etdi. İndi çək bax. Hə, yaxından gəl çək. Cüzə. Bax, 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 Hə, bax. gül. Bu Şəkinin Kiş kəndinə aiddir bu yemək. Bəli, bəli. Atda da xoruzdur. Xoruz. Maşallah, Bu birisi nədir? Bu da lobya plov. Bax, Bu da lobya Bay, plov. bay. Bismillah. Bismillah. Hə, qoş bura. Bu Solmaz xanıma da təşəkkür edir ki, belə bir cehiz verir. Hə, təşəkkür eləyirik ki, qızına belə gözəl cehizliklər verdi. Qoşqar indi orada stolda yeyib qutaracaq. Bax, düyüyə bax. Titrir. Əla. Bax, maşallah. Rəngi niyə qırmızıdır bunun? Bu çünki lobyanı bişiririk, lobyanı sonra sudan çıxardırıq. Aha. Lobyanın suyunda düyünü bişiririk. Ha. Ona görə dadlı olur elə. Görürsünüzmü? Əvvəl nə edir? Lobyanı qaynadır. Lobya bişdikdən sonra suyunu götürür, lobyanı götürür, həmin suda düyünü qaynadır. Bəli. Düyü qaynadıkdan sonra dəm alır, süzürsüz sonra Bəli, süzürəm. süzür və Sonra qat-qat lobya ilə qozu, düyünü döşürsüz. Sonra üstünə qoz səpirsiniz. Bəli. Mən indi bu arada kömək eləyirəm də Aniya. Bu qazmağından birazca mən dedim lazım deyil, dedi ki, Qoşqar qazmaq çox sevir və bildirmək istəyirəm ki, bu qazmaq belə olur. Qıpqırmızı olmalıdır. Çünki bu düyü qazmağıdır. Bax belə. Lobyamız. Qoşqar sənin üçün bunu qoydum. Maşallah, sən də heç gəlinlərin sözün keçməyib, mən qaynanalıq eləyirsən. Onu qoy bura, bu da sonra. Yox, maşallah gəlinlərə də sözüm gedir. Bax, bu necə servis edirsiniz? Bu nə? Bax belə.
Aa, maşallah. Maşallah, maşallah. Allah hər kəsin evində isti qazan qaynamağı, yemək olmağı nəsib etsin inşallah. Suyun ayrı çəkirsiniz, dənin ayrı, eləmi? Ətini ayrı, cücəni ayrı. 3 nəfəri adama bir tikə yeyəcək. Allah, bəh, pakizə. Getdi ye. Rinnənə, 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 ninnənə, rinnənə, rinnənə, rinnənə. Bismillah. Bismillahirrahmanirrahim. Ahan. Süfrəmizi tamamlayaq, süfrədə oturaq, sonra davam edək. İndi isə süfrə başındayıq. Ağ bir çayımızla duamızı eşidək. Əvvəlcən xoş gəlmisiniz. Xoş oldu gəldiniz. Allah razı olsun. Bugünkü iftar süfrəsində sizi görmək bizə xoşdur. Çox təəssüf ki, balalarım, nəvələrim bugün burada ola bilmirlər. Cümlə müsəlman ölkəsinə, Azərbaycanımıza halal süfrə arzulayıram. Ailələri başlarının üstündə, balalarının, ailələrinin üstündə olsun. Amin. Hamıya Allah halal rızqı nəsib etsin. Azərbaycanlıların, dünya müsəlmanlarının Ramazan ayınız mübarək olsun. Mübariz abi, xoş gəlmişsiniz. Bismillah deyə oruclarımızı açaq inşallah. Bu zəmzəm suyudur. Biz Ümrə ziyarətini bu yaxınlarda getmişdik. Allah hər bir kəsə nasib eləsin. Dünya gözü ilə gedib orada bütün ümrə və həz ziyarətlərini nasib eləsin. Bismillah. Allahım sənə iman etdim, sənə güvəndim. Sənin üçün tutduğum orucumu sənə iman edib və sənə təvəkkül etdim və tutduğum bu orucumu açıram. Tutduğumuz bütün orucları qəbul elə, ya Rabbi. Amin. Aləmi İslamın bütün ibadət və dualarını qəbul elə, ya Rabbi. Və bütün Ramazan boyu oruç tutmağı və gözəl şəkildə sənə qulluq etməyi nasib elə. Amin, amin, amin. Bismillahirrahmanirrahim. Bobyanın qazmağı, plovu, daşını plovu. Aş da deyirlər, plov da. Aşağısını sulu yeməyə deyərlər də. Dada baba aş su. Düzdür, hamımız deyirik, amma aş deyil. Bütün Su. millət aş deyir. Qalan əlavə nə istəsən. Yağ. Xoşqa? Yağ. Ana, özün çək xoşqa. Yox, sən özün çək, mən çəkəcəm. Sən rahat ol. Amma sən nə? Mən birinci dəfə belə plov yerim. Yağda xoşuyursan ha, deyəsən mənim kimi. Hə, də o. Deyin özü sən. Bunu özü şey eləyər. Dadı yağdır, yağ. Aşı yaxşı eləyən yağ Yağ olur. olar, gəlinin üzü ağ olar. Təmiz kərə yağı çox yaxşı. Çox təmiz çörək. Yəni çox faydalıdır. Faydalı. Əlim məndə götürün, bismillah. Mən budu verirəm boşqal yesin, qoy evin dirəyi olsun. Yumurtanı da belə götürün. Sağ olsun, siz də xalqa dirək olun. Allah razı olsun. Boşqal, bu böləkdir yumurta. Var, atda da var. Yumurtanı mən birinci dəfə yeyəcəm bunu. Belə. Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul eləsin inşallah. Yediyiniz nemətləri doğru yolda Allah xərcləməyə, görməyə, eşitməyə, danışmağa nəsib etsin. Amin. Biz yeməyimizi yeyirik. Birazdan çay süfrəsində bərabərliyimiz davam edəcək. Ana, sən qara çay istənir. Adam oruç tutanda
İlk olaraq nə olur? Susuz. Susuz. Mən susuzluq hiss eləmirəm. Eləmi? Əllərə quzu kəsim, ay nənə. Bundan istəyirsən? Gül mürəbbəsi. O gül mürəbbəsidir də, dərmandır ürəyə. Səhər biz sahurda bununla yağla qatır. İnşallah. Naxçıvanlılar da bişirir. Mənim qonşum var. Biz bişiririk. Naxçıvanlarla da qohum olursunuz da. Rəsul da inşallah. Qohum oldu. Rəsul da dostlar bizim çox dəyərlidir, çox sevirik. Yaxşı oğlan. Hə, yaxşı olandır. Nişanlanıb Naxçıvanla. Naxçıvanlıya nişanlıq. Toyu nə vaxtdır? Avqustda. Hay gün. Avqustda deyil ki, bir ayın içində hər şeyi həll eləyərəm. İnşallah. Elçiliyi, üzük taxmanı, toyu, hamısı nə bilim. Ha. Anam çox əziyyətli xanım oldu. Bu görmüş olduğunuz bu həyət var. Bu həyət bacıda o vaxtı Loviya çaydan gələn su Lobiyanı olurdu. əkir o. Buranın lobiyası Mala məşhur. baxır, bəli, lobiyası məşhur. Çox dadlı lobiyası olur. 2000 dənə şax əkirdik biz. 2000 dənə. Özdə belə enişli yerdə ha. Ay, enişli yerdə. Pomidor, xiyar, göyərti, lobiya, hamısı həyətimizdən olurdu. Mən indi maraqlıdır. İndiki gənclər niyə əkmirlər? İndiki gənclər Hər kəs mədəni rahatlıq axtarır. Rahatlıq axtarır. oxuyurlar çox. Çox. Yox, əsas oxusa da, yəni Oxusa da. əkmirlər, becərmirlər. Zəhmətə o qədər meyilli deyil. Bu bəyəndimi? Bu nə ilə hazırlanır? Qaymaq da. Qaymaqlı halva deyirlər bu Necə şeylər. eləyirlər bunu? Amma belə çox uzun müddət deyil burada. Uca şəkildə yeni başlayıblar bunu. Yenidir yəni. Yenidir. Amma çox belə çayla çox gözəl gedir həqiqətən. Allaha həmd olsun. Bu gün də iftar süfrəmiz burada oldu və gözəl gün oldu. Allah razı olsun. Evinizi, eşiyinizi avan versin. Allah süfrənizi açıq, ruzunuzu bol etsin. Allah razı olsun. Allahın rəhməti, bərəkəti də üzərinizə olsun. Allah səni bərəkətli ömürlə daimi mükafatlandırsın. Amin inşallah. Övladları minbutaq eləsin, nəvələrin qorusun. Amin. Şükür, həmd olsun Allah. Bu günümüzə də şükür olsun. Allah verdiyi nemətlərdən həmd olsun Allah. Bu gün iftarımızı burada açdıq. Allah Teala verdiyi nemətlərdən qidalandıq. Allah Teala o nemətləri gözəl görməyə, danışmağa, Allah üçün gözəl işlər görməyə, dövlətimiz, millətimiz, xalqımız üçün faydalı olmağa nəsib etsin inşallah. İnşallah. İmsakda da burada olacaq. İnşallah. İnşallah əzan səsində imsakda görüşərik. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Qoşqa sizi deyənlərəm, bilmirəm biz çox yorğun olduq, nə etsə, biraz çətin yuxudan durduq. Allah Teala hər kəsin etdiyi duaları qəbul etsin inşallah. Xeyirlisindən olanları qəbul etsin. Amin. Gələn Ramazanda bir yerdə olmağı nəsib etsin Allah bizə. Amin. Əlhəmdülillah. Qoşqa çayımızı süz, çayımızı süz. Adam niyəsə səhərlər o qədər yemək yeyə bilmir. Hadi. Yağ görən nətər yağ deyib. Yağa baxın, qiymət ver. Bismillah. Hamı sizin. Sağ ol qoşqa. Yağ təbii yağ da yağı nə qiymət? Bu da uca bilir ki, bəlli bir adamdan alırıq. Təbii özləri baxdığı inəklərin yağı eləyirlər, bizdə də saxlayırlar. Bu pişmiş süd deyilsə risklidir çiğ yemək. Ha. Qatqanlı tuş olur. Ayran tadı gəlir. Düz demirəm, belə ye görərsiniz. Hər malda Allah uzuq eləsin, xəstəlik varsa birbaşa keçər. Bəyməzi çox bəyəm. Düzdür.
Qoşqargildə gözəl istirahət elədik və yolumuza davam edirik. İndi isə bazarda çəkilişlərimiz olacaq. Kiş kəndinin bax bu gördüyünüz məscididir. Təmir işləri aparılıb. Kiş kəndinin əsasən də məhəllələrinin arasındakı olan yollar bax belə daş döşəmədir. Bölgənin ən məşhur bazarlarından biri Şəki bazarındadır. Şəki bazarı çox maraqlı bazardır. Gəlin birgə bazarda qiymətlərlə və məhsullarla yaxından tanış olaq. Salamünaleyküm. Nuş olsun. Kabab neçədir? 3 manat. 3 manat. Şişi 3 manat. Ha, toyuq kababıdır, şişi 3 manatdır. Bazar olsun. Kalbasalar neçədir? 18 manat. Bəs yağ? 17 manata. Bəs toyuq? Ədəd neçədir? 11 manat. Bəs qırıllar neçə versin? 8 manat. Bazar olsun. Zontikarda satırlar. İndi burada var. Salam aleyküm. Salam ağsaqqal. Necəsiz? Çətir neçədir? Çətir gəlsin götürək. Biz istanacağıq deyəsən. Bax çətir kimindir çətir? Sahibi yoxdur burada. Bu pul qoyub gedim də ən yaxşısı. Bax 15. Hara qoyun? Qoyuram bax sandığın içinə. Bax sandığın içinə göstərdim bax. Qoydum bura sandığın içinə. Bu 10, bu da 5. Bax bu da örtdüm. Pulların yanına qoydum. Görüm inşallah yaxşıdır. Ha, oldu iş. İndi gedək çəymaya. Necəsiz? Sağ ol. Neçə İslanmaya? 20 qəpiyə. Bazar olsun. Alıcım var. Düyüm zəifdir. Mən elə bir ki pulum verəcəm amma istəməyəcəm, gedəcəm. Qəbul eləyərsən elə. Eləyərəm, eləmirəm. Deyirsən zəifdir ona görə. 20 qəpiyədir bir dənə. Yox, onu kimisi az olsa verərsən. Alın, bismillah. 10 dənəsini kimə ürəyin istəyir paylayarsan. Salam aleyküm. Necəsiz? Nə var, nə yox, yaxşısınız? Qoz 18 manat. Haran qozudur? Yerli, özümüzün yerli Şəki zonasının qozlarıdır. Ha, maşallah. Yəni super. Bəs sumaq, deyirlər sumaqda problem var. Sumağımızda problem hardası ola bilər, amma bu sumaq Haran sumağıdır? oxluqlarının sumağıdır. Nətərdir işlərini? Gəl yaxşı düşmə, gəl bura. Ha. İşlərimiz belə də şükür Allah. İndi bayramdan sonra biraz zəifləyib. Amma birazdan güclənəcək. İnşallah bayram qabağı gəldi. İndi Noruz bayramımız gəlir. Buna görə yaxşı olar inşallah. Ha, inşallah. Alıcılar filan elə bir bazar zəifdir. Çox zəifçilikdir bazar. Bəli, indi bir gündən yağış da yağır, biraz buna görə tələbat yoxdur, insanlar gəlmir cəmaət. Əri harandır? Özbəkistan? Özbəkistan da var, Türkiyə də var. Özbək deyib, var Türkiyədə. Qiymət fərqi nədir? Qiymətlərimiz yaxşıdır, münasibdir. 10 manat, 11 manat. Yaxşıdır yani. Bazar olsun. Çox sağ olun, Sağ ol. Allah razı olsun. Ömür. Sağ ol, təşəkkür ederim. Sağ ol. Nuş olsun ay nənə. Soyuq dəyir, çox üşümürsən, xoş gördüm. Üşüyürəm, xoş gördük. Can. Can Mən sizə. neyniyə bilərəm, isti olsun sənin üçün. Ha, heç nə. Bu Hə? qiymətləri azalda biləcək. Bu O qiymətləri mən eləyəm. Mənim əlimdə olsa pulsuz eləyərəm. Eləmə. Hə, vallahi. Heç nə. Mənim bunlar satsa, Bunları satıram. Heç müştəri də yoxdur. Elə axşama kimi oturub gedim. bugün alver eləməm. Mən bugün sən siftə verim də. Ha, əlim yüngüldür. Ha, əlhəmdülillah, şükür eləyəm. Sağ ol. Bunu verəm sənin olsun. Özün nə varsa elə bir siftəyə mən verdim. Bazar olsun.
Sağ ol, necəsən? Hoş gördük. Keyfin necədir? Ha, şükür. Salam, necəsən? Salam, sağ ol. Siz De necəsiniz? görüm lobiya neçədir? Haran lobiyası? Lobiya kiş lobiyası, yerli lobiyalarda 8 manada, bu lobiyalarda 7 manada. Kişdənsən sən? Mən kişdənəm, bəli. Dünən kişdə çəkiliş elə. Həqiqi, maşallah. Lobiyanın qiymətini alaq. Bu lobiya 8 manatdır. Kiş lobiyası, məsləhətli lobiyalar, gözəl. Lobiyaya baxın, gör nə gözəldir qardaşım. Hə, bəs o balacalar? Alacalar 5 manatdır bu lobiyalarda. Bu harandır? Bunlar da kiş lobiyası, bunlar payız lobiyalardır. 7 manada bunlar da. 7 manat. Peşək qozumuz var, 5 manada. Qozda 5 manat. 5 manat kiş qozudur, bəli, məsləhətli qozlardır. Və bu armaxara Alma xalar 7 manada verirəm, bu 7 manat. başqa yerdən gəlir. Bu Yox, buranın deyil. yerlidir, yerlidir. Çin Ha? kiri kavalı, qara kavalı, kiş kavalısı, bəli. Sarımsaq harandır? Çin. Sarımsaq gəlmədi, bəli. Xoş gəlir. Sağ ol, təşəkkür edirəm, sağ olun. Bu kişindir. Kiş sınavıdır, Söyd bəli. alması. Bəli, bizdə kişdə sinaf alma deyirlər. Qəşəkdir ha, Buyurun, bir maşallah. dənsə pay verə bilərəm, götürün. Neçədir? 2 manat kiloqramı. Bəs bu? Bu Əhməd alma, qızıl Əhməd almadır, 2 manat o da. Bu da 2 manat. Bəli. Ha, maşallah, bazar Maşallah, olsun. sağ ol, Bir təşəkkür edirəm. sözün savun. Can sağlığı sizə, təşəkkür Sağ ol, edirəm. sağ ol, sağ ol. Ay, salam aleyküm. Bəs hara getdi bizim? Ət neçədir? Ətin gözəlliyinə bax, gör nə gözəl ətdir. Mal əti 15-ə satırıq. Buz ətini 17-yə. Mal deyəndə dana ya inək? Dana da erkək odur bax. Erkək dana. Erkək. 15'ə. Bəli. Maşallah. Maşallah gününüz olsun. Qoç əti. 17 manat, 16 manat, 15 manat. Quzu əti var. Buz əti kəsmir. Nətə əmilik. Quzuya yazıqları gəlir də. Yəni. Yəni 10 kilo quzunu Elə kəsməyə deyək, qoymurlar hə. da, icazə yox. Yox, icazə versələr də ürəyə gəlmir. O quzu kəsmir. Deyir ki, mənim Quzu quzu kəsir o amma yoxdur. Yəni, hə. Yoxdur. Quzu qala. Günahdır da, olmaz. Biraz quzu bir dünya görsün, sonra kəs. Əlbəttə, elədir. Ayrına var nə yox. Yaxşı. Nə söz olur, nə qulluq olur. Allah razı olsun. Sizə minnətlər. Sağ olsun. Bazar Var olsun. Sağ olun, var Sağ olun. olun. Maşallah, bazarın gözəlliyinə bax. Allah hamıya bol pul versin. İmkanları olsun. Maddi vəziyyətləri yaxşı olsun. Gəlib bu məhsullardan alsınlar. Hə, burada sakitçilikdir deyə rahat girdim. Görək burada nə? Soyuqdur deyə odun yandırırlar da, olar da, olar. Necəsiz? De görüm nəyim var, turşularım var. Bak, ne istesen bak. Boz mürəbbəsi. Hə, Ne diyeyim, ne istiyorsan. mürəbbə neçədir? Qozma. Boz 30 manat. Can, üşüyürsən ha. Bəli, soyuqdur demələrim. Allah köməyin olsun. Sağ ol, sağ ol. Təşəkkür Allah sizə sağlam ömür versin. edirəm bahəm. Çox sağ ol. Yaxşı müştəri gəlsin. Pul gələndə adam qızışır. Əlbəttə ki, pul olanda İstirik. kefin yaxşı olur. Əsas, Xoş olur. əlbəttə, adamda pul olanda canı isti olur. Yorğana ehtiyacı olmur yəni. Sağ ol. Salam ayağını, bazar olsun. Necəsiz? Necə geyir işləriniz? Şükür Allah'a. Yaxşı. Hər şey qaydasında. Şükür olana bərəkət. Hə, şükür eləmək Canın lazımdır. sağ olsun. Elə var, elə yer var ki, bu da yoxdur. Hə, can sağlığı Ha, olsun. Allah bərəkətli eləsin, gözəl bazar olsun. Sağ olun, sağ olun. İtburnu neçədir? Salam. Adil. Ay Adil. Yani internette görmüş. Selam, salam aleyküm. Necəsiz? Allah razı olsun. Sağ ol. Adil, necəsən? Xoş gördük. Necəsin? Ne var ne yok. İtburnu neçədir? İt burnu istəkan 1 manat. Kilosu 1 manat. Kilo istəkanı. Ha, qorxuyordum da kilosu deyir. Həyəcanlandım. Ben de. Ha, bazar olsun. Bəs bibər? Biber 2 manat, 2 manat. Yerli Balonu bibər. 5 manat. Ha. Ha. Bazar olsun. Bu ərik mürəbbəsidir. Ərik diyor. Kim eləyir bunu? Gözüm. Maşallah. Neçədir? 10 manat. 10 manata. Bazar olsun. Kənd yumurtası neçədir? Salam. Ha, necəsən ana? Sağ ol, 30 qəpik. 30 qəpiyə. Ha, təmiz kənd yumurtası. Elə yığın ki, dağılmasın. Bir 100 dənə yığın. 100 dənə alın da. Siz yoxsa? Ay ana, mən zarafat deyirəm. Dəqiq deyirəm, mən alacam, başına dönüm. Ala pulumu verim. Yox, yox. Sonra söz. Bir dən gəlməsən,
Kimin ehtiyacı olsa ona verərsən. Ehtiyac özüm. Ala bu çıx 30 manatın. Maşallah. Allah bərəkət versin. Bazarlarda əlbəttə bildiyimiz kimi həm vicdanlı, həm vicdansız, həm satıcı, həm də alıcı vardır. Ona görə ən əsas o da həqiqətən mən deyim, burada kəndlilər əziyyət çəkirlər. Bazarda da soyuğu var, istisi var, çətinliyi var. Bəzi müştəri var ki, çox özündən razı, kobud rəftarlar da ola bilər. Amma unutmayaq ki, bazarda, yəni buradakı vətəndaşlara mütləq və mütləq məhsul alanda ay üstündə 10 qəpik artıq oldu, əks oldu, çox söhbət eləməyək. Dəfnə ağacı neçədir? Bir manata mənə hörmət eləyir versin. 2 manat da dedim, 2 manat da 1 manata eləyirəm, axır xurudur. Hətta bildim də, niyə heç narsı Verim elə yox. olsun. Verim. Ha, aş görüm dibinə tər neçədənədir? Bax, gör nə kökləri var, gördün. Ağla, ağla, neçədənədir? Bax, 1, 2, 3, 4, 5, 6, 7. Ver mənə Bir hamısı. dənə də şam, bir dənə toz verir. Şam istəmirəm. Bizim onsuz şamımız əvvəldən sönüb, heç yandırmağa ehtiyac yoxdur. Sən salamlar, Ha. sabah gətirmişsiniz. Sağ Bismillah, buyur. Bismillahirrahmanirrahim. Mən də bir manat sənə əlavə verirəm. Sağ ol, var ol. Təşəkkür edirəm, Qonağım sağ ol. ola bilərsin. Allah razı olsun. Araşdırmışam ki, deməli saraylarda şahlar, xanlar sarayın kənarlarına hər bir yerinə dəfnə ağacı əkirlər. Dəfnə ağacının özünə məxsus olan qoxusu cücülər və həşarətləri yaxına qoymur. Buna görə də eləməz, mən də öz evimin kənarlarına dəfnə ağacı əkəcəm. Siz də mütləq bunu edin və faydasını da görərsiniz. Balıq neçədir? Hansı balıq deyərdiniz? 10 manata, 11 manata. Damba olmayanı var mı? Çöl, dəniz, çöl da var, dambalar da var. Dəniz hansıdır? Dənizdə çay balıqları, kürün balıqları. Bunlar. Deyirəm, elə gün gəlmişik ki, bazara, yağış, su, qiyamət. Dondum, dondum. Salam aleyküm. Xoş gördük, necəsiniz? Kənd toyuqların qiyməti. Bizə kənd toyuqlarına fərələrdən 12-13 manatadır. Kilola deyil, Yox, ədədləndir. yox, ədədlə. Ədədlə. 12-13 manat bunlardır yəqin. Fərələr də, yəni toyuq fərələri 12-13 manatdır. 12-13 manat. Bu hunduşka Kilosu 12 manatdır, fərələrdə 14 manat. kəsilmiş halda o. Kəsilmiş halda 18-lə 20 manata civarı. 18-20 manat. Bəs qazlar neçədir? Biri ilə 35 manata da var, 40 manata da var, 30 manata da var. Hə, bazar olsun. Amma sizdə quşçuluq bölümü balacadır. Yəni, Başqa rayonlarda ən böyük bölüm demək olar ki, bu bölüm olur. Salam Hayana, necəsən? Çiş lobiyasıdır yoxsa hara? Bax çişlər. Neçədir? 8 manat. Maşallah. Bazar olsun. Sağ ol qardaş. Bundan bu cırdı, bu payızdı, bunu yaz niye Yox, elədin? bu ayrı lovyadır, bu ayrı. İt burnu neçədir? İşabi manat. Qaşan bir manat. Bu kartof kimin hansı kəndlinin? Kəndli fəzli 1 manat. 1 manata. Bazar olsun ayana. Allah bazarı bərəkətli eləsin. Mən də elə ürək yumuşam. İnan bazara girəndə istəyirəm ki, hamıdan nəsə alım bir köməkli eləyim. Kələm neçədir qardaş? 40 qəpiyə. Bazar olsun. Kələm 40 qəpiyədir. Kivi neçədir? Yaxşı. Kivi 4 manata. Kök? Kök 80 qəpiyə. Bazar olsun. Bazar bolluqdur. Allah hər kəsin büdcəsini yaxşı eləsin. Hoş gəlmisiniz. Xoş gördük. Necəsən ana? Çox sağ olun. Mən soyuqdur, yəqin sizə də soyuqdur. Ola bilməz. Həqiqi, mən amma üşüyürəm. İşim ağabey. Nə satsan? Salam. Var, qatıq var, süt var. Gəl baxaq görək. Deyirlər ki, qatığı çox adam içinə nələrsə vurur. Əsla. Yox, sizi demirəm. Sizi demirəm. Sizi demirəm. Deyirlər ki, elə bir şey. Baxaq, gəl baxaq. Ay, Baxaq. ay, ay. Mən balam. Necəsən gözəl ana? Can sağ ol. Parmağa nə olur?
Barmaq baba gördün qatıq budur. Bay baba. Maşallah. Bax Gördüm, qatıqlar. ta gördüm. Gördün? Süt neçədir? Süt 1 manata, qatıq 3 manata, qabaqlar kilosu 70 qəpik, 60 qəpik. Maşallah. Soğan kim qoyub? Sirkəli soğan. Nə? Həqiqi. Bəli. Dadına da baxa bilərsən. Bax, yox, qalsa soruyor. Bax, Orucam bu gün. Allah qəbul eləsin. Hə, inşallah Can sağlığı. başqa vaxt baxarıq. Can sağlığı. Hə. Diqqətimi çəkən məhsullardan bir də zoğal oldu. Zoğal neçədir? Kilosu 6 manata, bax. Görürsünüz necə gözəl görsənir. Maşallah. Beləliklə Şəki bazarı ilə yaxından tanış olduq. Məhsulların qiymətini soruşduq. İnsanlarla gözəl söhbətlər etdik. Hava yağışıdır və soyuqdur. Yolumuza davam edirik. İndi isə gedirik zipline-a. Buradan 4 kilometrdə hal-hazırda Şəkinin üst tərəfindəyik. Yuxarı doğru qar yağır. Maraqlıdır, çox gözəl bir təbiət var. Çox gözəl bir reliefdə yerləşib. İndi isə yolumuza davam edirik. İndi isə məşhur Kiş çayı üzərindən keçirik. Körpünü hər dəfə sel gəlir, güclü sel olanda yuyub aparır, amma yenidən təmir edirlər.